Salam aleyküm Yusuf Bey. Salam əleykum. Axşamınız xeyir olsun, gününüz xoş Hər geçsin. vaxtınız xeyir. Yusuf Bey, bir neçə suallarımız var. Buyurun. Bu suallara cavab tapmaq üçün sizə müraciət etmişik Buyurun. və güman edirik ki, bu suallara net şəkildə cavab verəcəksiniz. Neurocərrahiyyədə sığorta varmı? Kağızda var, əməldə yox. Yaxşı. Təcili halda niyə ailə dərman alır? Sığorta məsuliyyətdən qaçır. Yaxşı. İki cavabdır. Burada gecikmənin adı nədədir? Burada gecikmənin adı həyat itkisi. Sığorta kimi qoruyur? Sığorta sistemi qoruyur, insanı yox. Ən böyük problem nədədir? Xəstə masada, sığorta siyahıda qalır. Bu özü də böyük bir məsuliyyətsizlikdir. Buna təbib nədənsə göz yumur. Bilmirəm niyə göz yumur. Ancaq göz yummamalıdır. Xəstənin həyatı dövlətimiz üçün də, millətimiz üçün də önəmlidir. Buna da məsuliyyətsiz yanaşılır. Çox sağ olun.